birinci dərsdən gördüm ki, komplekslərim yoxdur. Salam, Abdul Ümid, 15 yaşım var, 9-cu sinifdə oxuyuram. Beynimə düşdü ki, aktyorluq. Girdim sosial şəbəkələrə, akademiyalar çıxdı və sevindim və sizə yazdım və anama söylədim bunu. Bəlkə gedək, yoxlayaq da özümüz. Gedək də. Bura gəldim, şokdaydım əslində. Qorxdum birinci dəfə, çünki səs çox yüksək idi. Sınaq dərsinə gəldim, yoxladım özümü. Birinci dərsdən gördüm ki, komplekslərim yoxdur. 3 ay ərzində dərslər super idi. Demək olar hər dərsə gəlirdim, bir dərs buraxdım. Bura gələndən məndə hər şey dəyişildi. Komplekslərdən azaldım, rahat hiss eləyirəm özümü. Stres, əvvəllər çox stres var idi məndə, amma indi stres heç yoxdur. Yəni bura gəldim, stresi burada qaldı, stres burada qaldı və bura gələndən hər şey əla oldu. İmtahan günü çox gözəl idi, super idi. Həyəcan var idi biraz, amma uşaqlar məni sakitləşdirdi. Zombi məşğələsini göstərəndə həqiqətən sonra yerində baxdım öz videoma. Sevindim ki, həqiqətən mən aktyor ola bilərəm. Komanda işi çox gözəl idi. Bir-birimizi yaxşı başa düşürdük, kömək elirdik. Telefondan baxanda adam bilirəm ki, çox asandır. Nə var ki, ağlamaq nə var ki, gülmək nə var ki, amma bura gəldim, özümü sınadım. Həqiqətən çətin bir şeydir aktyorluq. Gəlin yoxlayın özünüzü. Всех люблю.